xalqın maddi və mənəvi sərvətinin, mədəni irsinin qorunaraq inkişaf etdirilməsində dilin rolu əvəzsizdir. Dil, insanlar arasında ünsiyyət vasitəsi olmaqla yanaşı, fərdlərin dünya görüşünün artması, mükəmməl təhsil alması, eləcə də bəşəri dəyərləri öyrənmək, elmi bilik əldə etmək üçün mühüm vasitədir. Həmçinin dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Məhv olmaq təhlükəsi qarşısında qalan dillər daxil olmaqla, bütün dillərə hörmətlə yanaşma isə dünyada sülhün qorunmasına zəmanət verir. Ənənəvi olaraq hər il keçirilən 21 fevral Beynəlxalq Ana Dili Günü hər kəsin öz ana dili ilə qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Bu əlamətdar günün tarixi isə 1952-ci ilin fevral ayına təsadüf edir. Həmin vaxt Pakistanda Benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər həlak olur. 1999-cu ildə Bangladeş nümayəndələrinin onların xatirəsinə ehtiram əlaməti olaraq müraciətinə əsasən UNESCO-nun baş konfransında bu tarix Beynəlxalq Ana Dili Günü elan olunur. 2000-ci ildən etibarən dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda bu əlamətdar günün qeyd edilməsi dilin, mədəniyyətin müxtəlifliyinin qorunması məqsədi daşıyır. Hazırda dünyada 7000-ə yaxın dilin mövcud olmasına baxmayaraq, bu dillərin 95%-dən yer kürəsinin cəmi 4% istifadə edir. Ümumilikdə dillərdən 7-si İngilis, İspan, Fransız, Rus, Ərəb, Alman, Portuqal dili dünya dilləri sırasında yer alır. Mütəxəssislərin fikrincə dünyada mövcud olan dillərin 3000-dən 6000-ə qədərini ölüm təhlükəsi gözləyir. Təbii dillə yanaşı süni və ölü dillər də mövcuddur. Təbii dildən fərqli olaraq süni dil məqsədli yaradılan sistemdir. Belə dillər mindən çoxdur və onların yaranması prosesi davam edir. Süni dillərin də bir neçə növü var. Bunlara proqramlaşdırma və kompüter, informasiya və formal dilləri aiddir. Mövcud olmayan xalqların ədəbiyyatında və kinematografiyasında yaradılmış dillər də süni dil qrupuna daxildir. Nə vaxtsa milli dil olub, hazırda isə istifadə olunmayan dil ölü dil adlanır. Bu prosesin əsas səbəbi qloballaşma və miqrasiyadır. UNESCO-nun Dünya Dilləri Atlasının məlumatına əsasən hazırda Avropada təqribən 50 dilin yox olmaq təhlükəsi var. Latın dili ölü dillərdəndir. Buna baxmayaraq həmin dil dəyişməz qaldığından elmi terminlərin göstərilməsi üçün istifadə olunur. Suriya, Finikiya, Akkad, Elam, Şumer, Hun, Avesta, Sak, Parfiya, Midya, Qədim Yunan, Qədim Sakson və digərləri ölü dillər sırasında yer alır. Bir sıra hallarda isə ölü dil yenidən canlı dilə çevrilə bilər. Buna ivrit dilini misal göstərmək olar. Qeyd edək ki, 1945-ci ildə yaradılmış BMT-nin rəsmi dilləri İngilis, Fransız, Çin, Ərəb, Rus və İspan dilidir. Onlardan ən çox işlənəni isə İngilis və Fransız dilidir. Nigar Abbasova, 525-ci kanal.